hər bir fərd çoxluğa tabe olacaq. Çoxluğa tabe olmaq insan cəmiyyəti üçün bir istisna deyil, bu bir qaydadır. Heç kəs çoxluqdan seçilmək istəmir. Bəs nə üçün bu belədir? İnsanın sağ qalması üçün cəmiyyətə ehtiyacı var və onu cəmiyyətdən ayıran istənilən yeniliyə qarşı, fərqli fikrə qarşı silahlanır. Sanki şuuraltısı deyir ki, seçilmə, hamı kimi ol, dəstədən ayrılma. İnsan bütün mövzularda cəmiyyət ilə ziddiyyətdən, mübahisədən qaçır, orta olmaq istəyir, neytral olmaq istəyir. Belə bir ifadə var, neytralsansa ölmüsən. Sizcə heç bir tərəfə zərəri dəyməyən insanı neyniyiblər? Heç kimə zərərin dəymirsə, səni zərərsizləşdiriblər. Bu, hərbi dildə olan bir termindir. Rus dilində daha dəqiq səslənir. Vrajiskiy vayska neytralizovаны. Hərfi tərcümə eləsək, düşmən orduları neytrallaşdırılıb. Yəni səni zərərsizləşdirmək belə lazım deyil, neytrallaşmağın belə bəsdir. Sən zəif, ziyansız bir obyektə çevrilirsən.